Axşamınız xeyir. Başlayırıq. Deməli, bugün biz sizlə alqoritm keçirik. Alqoritmin ilk öncə nəzəriyyəsindən başlayırıq. Kitabdan da nəzəri hissəni öyrənəcəksiniz ümumiyyətlə. Məktəbdən bilmirəm, öyrənmisiniz yəqin ki, alqoritm nədir? Məsələlərin ardıcıllığıdır. Ümumiyyətlə, şeydə də, nə bilim, orta məktəbdə də öyrənmişik ki, hər hansı bir işi ardıcıllıqla görməyimiz nədir? Alqoritmdir. Alqoritmdə ümumi xüsusi sahələri var. Elmi texniki var, iqtisadi sahələrimiz var, informasiya var, idarəetmə və modelləşdirmə sahəsi var. Ümumiyyətlə, proqramlaşdırmanın əsasını bilmirəm. İndi bəziləriniz hətta mən bildiyim qədərilə yeni informatika müəllimi var aranızda, IT mütəxəssislər var, proseslərin avtomatlaşdırılması ixtisasını var idi. Yəni bizim sahəyə bir növ elə bil ki, oxşardılar da aşağı-yuxarı. Əslində o qədər oxşar sahələr deyil. Sadəcə Azərbaycanda bu kompüter elmidir, mühəndisidir, proseslərin avtomatlaşdırmasıdır. Hamısına eyni dərslər keçirirlər. Sonuncu kursda biraz fərqlilik ola bilər. Belə ana xətt olaraq hamısı eynidir. Biz proqramlaşdırmanın ilkin versiyasını tam olaraq alqoritmlə başlayır. Alqoritmik ardıcıllıq. İndi bəziləriniz orta məktəblərdə mən bilən sizin vaxtınızda var idi. Rəqəmsal bacarıqlar, sistem layihələr, bunlar hər biri proqramlaşdırmanın başlanğıcıdır. Şagirdlərə daha çox bu yönə yönləndirilir. Adi məktəb dövründən, elə ki, bizim təhsil sistemimiz məktəb dövründən başlayır da. Burada belə qoyulan əsas fənlərə, məsələn, yeni layihələr çıxır ortaya. Layihələrimiz çoxdur. Onların belə təməlləri şeydə qoyulur, orta məktəbdə qoyulur. Hətta universitetdə də bildiyim qədər Sumqayıt Dövlətdə var. Hansı Kod Akademinin bir şeyi var idi. Nəsə layihəsi var idi. Sumqayıt Dövlətdə. Kod Akademinin müəllimlər gəlirdi. Deyəsən imtahan verib girirdiniz də ora. Sonra bir illik, nə bilim 6 aylıq, 2 illik müəllimlər sizə dərs keçir. Sonunda da o dizayn sahəsidir, səhv etmirəmsə aşağı. Yenə Sumqayıt Dövlətdə olduğu kimi Adnasuda da bu var. Bir çox universitetlər bu cür layihələr var. Yəni diqqət eləsəz, informatika sahəsi layihələr hal-hazırda həm orta məktəb, həm də universitetdə bu cür layihələrin hər biri informatika sahəsi üzrədir. Bunların da elə bir ki, alqoritm başlanğıcıdır. Yəni sırf alqoritmi bildikdən sonra o hissələrə biraz keçid edə bilirik. İndi biz sizinlə çox minimal bir hissəsini öyrənirik alqoritm. Ona görə deyir ki, kompüterdə məsələnin həlli. Verilənlər təyin edir, tipin dəqiqliyin ölçülərini şey eləyir. Burada nədir? Proqramlaşdırma sayəsi ilə məşğul olanlar var. Ta ki, biz nəyisə 2 ədədin cəminin tapılmasının proqramını qururuq. Riyaziyyatla əlaqəlidir. Mən bilməliyəm ki, 2 ədədin cəmi nədir? 2 ilə 2-ni toplayanda 4 eləyir. Deməli, bu 2 ədəd, buna A ədədi desəm, buna B ədəd desəm ki, mən bunları şey elədim. Dəyişən adlandırdım. İstənilən bunları toplayanda mən C dəyişənini alacağım. Yəni istənilən A-nın yerinə istənilən ədədi qoyduqda bu ikisi toplanacaq və mən C dəyişənini alacağım. Burada da bunun tiplərini təyin etməliyəm. Tak ki, bura ədəd qoyanda integer tipi adlanır. Nə bilim, 4.2 qoysaq fərqli bir tip adlanacaq, float adlandıracaq. Dırnaqda 4, dırnaqda 5 üstə gəlsəm string olacaq. Yəni bu tipləri dəstələrin qoyuluşunda bunların hər birinin ayrı-ayrı da tipini təyin edir. Bunlar bizə o qədər də vacib deyil. Biz sizinlə öyrəndiyimiz elə ədəd tiplərdir. Bunların üzərində öyrənmələr aparırıq. Sənan girir, çıxır. Daha indi sizlə sadə dildə desək, məsələnin qoyuluşunu qoyduq. Analiz və tətbiqində biz artıq bu proqramı yazdıq. Ta ki, bildim ki, 2 ədədin tapılması üçün 2 dənə ədəd olmalıdır mənə və onları toplamalıyam ki, 3-cü ədədi alım. Mənə lazımdır ki, bəs mən bunu hansı proqramda yazmalıyam? Bax, məsələ analiz və tətbiq odur. Sonra kompüterdə həll. Mən təyin eləmişəm ki, hansı proqramda yazacağım, bunu artıq həll eləməyə başlayıram. Əgər mən blok sxemindən istifadə edəcəmsə, blok sxemində onu həll edirəm. Yox, Python seçmişəmsə, proqramlaşdırma dilində həll edirəm. Yaradılmasıdır. Proqramlaşdırma dilləri təsviri baxırsınız ki, proqram işləyir yoxsa yox. Ümumiyyətlə işlə də belədir də. Adi bir dənə nə bilim, bu konfeti tutaq ki, hazırlayırıq. Sonra açıb baxırsınız ki, görək bu açılır yoxsa açılmır. Kimsə indi bunu hazırlayıb da. Yəni qabığından çıxır yoxsa yox.
Eynən, baxıram ki, mənim proqramım işləyir, yoxsa yox. Mənim fikrimdə axı bunu tutmuşdum. İstənilən ədədi qoyanda bu iki ədəd toplamalıdır. Baxıram ki, həqiqətən də toplayır, yoxsa yox. Əgər problem varsa, burada translyator işçi proqramlardan istifadə olunur. Testləşmə və sazlanma da son mərhələsidir. Test edildi, sazlandı və son mərhələyə göndərildi proqramlar. Nəticələrdə də artıq istifadə etməyə başlayırıq. Alqoritmin xassələri var. Xassə nədir? Bizim 4 dənə xassəmiz var. Qəbulun bir dənə nəzəri sualı, bax, alqoritmin xassəsidir. Qəbulda bir dənə nəzəri sualımızdır. Müəyyənlik var, kütləvilik, nəticəlik və diskretlik. Deməli, uşaqlar, gənclər, bu bir dənə bizim qəbul sualımızdır. Bir dənə cümləni görəcəksiniz. Bu arada informatikada cümlələr fərqli ola bilər. Məsələn, müəyyənlik və determinatlıq eyni anlayışdır. Müəyyənlik odur ki, mən bir işi görürəm, tutaq ki, biz əvvəlcədən qərar verdik ki, birinci gün sizə atıram test, dördüncü gün də onlayn keçəcək. Bu müəyyəndir, düzdürmü? Bir də var ki, mən sizə birdən-birə deyirəm ki, saat 10-un yarısıdır, yazıram ki, uşaqlar, bugün dərs yoxdur, birinci gündə. Hal-hazırda yazıram ki, dərs yoxdur. Uşağın yarısı gəlib, yarısı gəlməyib, arada pərkəndiri, qrupda nə qədər mesaj. Biri deyəcək, bu nətər müəllimdir və sizə niyə xəbər verməyib. Yəni, burada artıq müəyyənliklər müsöhbət gedə bilməz. Və yaxud da ki, biz hal-hazırda magistra hazırlaşırıq və bizim məqsədimiz müəyyəndir ki, biz master olmaq istəyirik və bilirik ki, bu fevralın bilirsiniz də, ilk həftələri olur ya, İkinci ya da üçüncü həftəsinə düşür də hər il. Belə çox o tərəfə getmir. Ta ki 20-sindən o tərəfə keçmir. Bəzi elə illər olub ki, gəlib martın əvvəlində olub imtahan, lap keçmişdə. Bəzən son 2-3 ildir ki, 3 ildir ki, şeydə olur. 20-sini keçmir. Amma əvvəllər keçirdi. Təxmin olaraq biz bilirik ki, bu müəyyəndir ki, biz nə edirik? Fevral ayı imtahan verəcəyik. Yəni biz bu determinatlıq xəssəsi, müəyyənlik xəssəsi bir işin əvvəlcədən müəyyən olunmasıdır. Ya da universitetdə nəsə bir plan qurursunuz. Plan qurduğunuz sizsə müəyyənlikdir. Mən bilirəm ki, X bir məsələnin həlli üçün Y məsələsində sona çatacaq. Səbinə qoşulmayıb ki, dərsə. Link açılmır. Bir dəqiqə Səbinəyə bir dənə də əlavə link atdım. Ay Səbinə, səndə Android deyil, avtomatik olaraq qoşulmalıydı axı. Olmasa Google Meet-dən App Store deyəsən səndə bəlkə də şey yoxdur. Oradan bir dənə Google Meet-i yüklədir, avtomatik açılmalıdır. Bir dənə üzərinə vur. Səbinə hansı qrupdadır görüm. Bir dənə 11.00 qrupuna siz də link yenidən atın da uşaqlar. Kütləvilik nədir? Baxın. Məncə gəldi Səbinə. Problem var Səbinə? Salam müəllimə, xeyr. Aha. Kütləvi xassəsi nədir? Adi riyaziyyatdan düsturumuz var idi. Bilmirəm, xatırlayırsınız yoxsa yox. Möhtəzədə A kvadrat üstə, daha doğrusu, hə, elə də yaza bilər. A üstə gəlsin, B kvadrat. Bu daha, bəlkə bunu xatırlayırsınız. Bu daha rahat düsturdur, nəinki o birisini açmaq. Bu düsturu xatırlayan var riyaziyyatda? Bəli, müəllim. Aha, birincinin kvadratı, birinci ilə ikincinin iki misli, üstə gəlsin, ikincinin kvadratı, düzdür? Nə idi bunlar? Müxtəsər olma Bəli, bəli, müxtəsər vurma düsturuydu. Biz bəzi misalları, yəni bu tipdə uyğun bir dənə misalı həll edirik, yoxsa bu tipdə olan bütün misalları bu düsturla həll edirik? Bir dənə misal üçün bu düstur, yəni bir dənə məsələni həll eləmək üçün, yoxsa həmin tipdə olan bütün məsələləri biz bu düsturla həll edirik. Görürsünüz, kütləvilik xassəsi budur. Hamı tərəfinə, ya da ki, biz düsturu öyrəndik. Sizinlə öyrəndik, bilmirəm, yoxsa yox. Həcm bərabərdir, sürət vurulsun zaman düsturu. Dedim, keçəcəyik, amma sual verənləriniz var idi, onlara da dedim. Hansı qrupdaydı, bilmirəm. Amma kimsə sual vermişsə, o suallarını cavablandırdım. Bax, biz müəyyən məsələlər var ki, bütün məsələləri bu düsturla həll edirik. Yəni, bu tipdə olan məsələlərin hər birini bu düsturla həll edirik. Sürət verilib, zaman verilib, həcmi bu düsturla tapırıq. Yaxud da ki, həcmi verilib, zamanı verib,
Sürəti axtarıram. Sürət bərabər olacaq, həcmi böləcəm zamanı. Kütləvi xassəsi odur. Həmin tipdə olan bütün məsələləri həll edə bilərik biz. Yəni, hamı üçün yararlı olmalıdır. Ya da ki, mən sinifdə dərs keçirəm, ya da burada dərs keçirəm. Hamını bağlayıb Gülüstana təkcə dərs keçmirəm ki, yəni hamıya, bax bu kütləvilik xassəsidir. Ya da ki, durub heç dil də bilmirəm. Durub Çin dilində sizə dərs keçmirəm ki, burada kütləvilik xassəsi pozulmuş olur. Görürsünüz nə deyir ki, alqoritm elə təsvir olunmalıdır ki, hamı tərəfindən istifadə edə bilsin. Hamı sözü ilə yadımızda saxlayırıq kütləviliyi. Bir də bütün məsələlər üçün həll olunur. Nəticəlik nədir? Biz bir işin mütləq sonuna çatırıq. Yəni, hər şey dövrü olaraq davam eləmir. Mən informatika müəllimiyəm. Hər il master nömrə 1-də dərs keçirəm. Demək olar, master nömrə 1 açılandan buradayam da. Bir il sonra gəlmişəm. Bir il ya da ki, belə, bir il yarım sonra. Da illərdir 2019-dan zaten açılıb master nömrə 1-də. İllərdir buradayam, düzdür. Mənim üçün nəticəsi olacaq nə vaxtsa, yəni ömrü boyu master nömrə 1-də işləməyəcək. Yəni, bilirsiniz də, bizdə adətən cavan kadrlar olur. Hamı müəyyən bir mərhələyə gəlib çatdıqdan sonra, öz için sistemin qurduqdan sonra, bu tək məndə belə deyil də, əksəriyyətiniz 4-cü kurslarsınız, ya da ki, bitirmişsiniz, işləyirsiniz. Hərdansa başlamaq üçün müəyyən kurslarla başlayırsınız, müəyyən bir iş yerləri ilə başlayırsınız, praktikaya gedirsiniz, nə bilim, daha və müəyyən bir müddət sonra daha yaxşısı əldə olduğunuz zaman nə olur? Həmin şeyə son qoyursunuz, yeni bir mərhələyə keçirsiniz. Nəticə yönümlülük budur. Bu işə başlayıramsa mütləq sonu olacaq. Mən sizinlə dərsə başlayıramsa mütləq bunun sonu olacaq. Sonu harda olacaq? Fevral ayı. Da ikinci turu arzulamıram heç bir tələbəmə. Ona görə də hamınızı birinci turdan uğurlamaq istəyirəm. Bütün yaxşı ballarla. Diskretli isə bir addımdan digər addıma keçiddir, gənclər. İndi onu şeydə də izah eləyəcəm. Tutaq ki, mən kütləviliyi izah elədim, nəticəliyə keçdiyim an. Kütləvilik də deyil, nəticəlik də deyil. Səbinənin adını çəkirəm, Səbinənin ardınca Gülüstan. Nə Səbinənin adını çəkdiyim anda, nə də Gülüstanın. Birindən digərinə keçdiyim an. Və Səbinə, bu dayandığım an adlanır diskretlik, sonra Gülüstan deyirik. Bir addımdan digər addıma keçid. Bu adlanır diskretli. İndi şeydə də oxuyan, işləyəndə görəcəksiniz. Alqoritmin təsvir üsulları var, sözlə. Hal-hazırda elə sözlə təsvir edirəm. Alqoritmik dillə var, blok sxemlərlə, qrafik təsvir, blok sxemlərlə istifadə edirik. Peskod dil isə proqramlaşdırmadır. Qarışıqdır orada. Baxın, bu sözlə təsvirdir. Alqoritmik dillə təsvirdir, blok sxemlə təsvirdir. Bir də ki, Peskod dillə təsvirdir. Bunların hər biri ilə bağlı biz demək olar ki, suallar işləyəcəyik. Bunlar blok sxemlərdir. Blok sxemləri əzbərləsək yaxşı olar. Elə də çətin bir şey deyil. Alqoritmin 3 növü var. Xətti budaqlanan dövrü. Bir var bir işi, bəzən deyirsiniz, bir işimiz çox tez alındı, rahat alındı, su kimi getdi. Belə bir ifadələrimiz var. Və bu xəttidir. Heç bir problemlə rastlaşmırıq. Ya da ki, qələm oradadır, gedib götürüb gəlirəm. Heç bir problem olmadı. Bir də var budaqlanan. Mənim üçün 2 dənə şərt verilir. Fikirləşirəm ki, bu yaxşıdır, yoxsa bu biri yaxşıdır. Bu yaxşıdır, yoxsa məsələn mən budaqlananı bu il avqust ayı ki, mən MİQ imtahanına girmişdim. Liseyə keçmək istəyirdim. Sumqayıtda 2 dənə lisey şey vermişdi. Vakansiya. TT-lə istedad. Hər ikisinin arasında qalmışdım. Hər ikisini çox istəyirdim. Amma həm də rahatçılıq axtarırdım. Belə deyək. Və fikirləşirdim ki, hansı yaxşıdır. Həm iş baxımından belə deyək. Mən zaten ömür boyu da liseydə işləyən deyiləm. Sadəcə bir neçə il oranın, belə deyək də, mənim bu iş yolunda istəyirəm ki, adım olsun. Gələcək üçün. Hardasa 1-2 il, 3 il özünü öldürsün. Ümid eləyirəm 3 ildən o tərəfə keçməz. Mənə lazım idi ki, hansı daha prestijlidir. Bax, bu da 2 dənə şey arasında qalmışdım. Seçim arasında qalmışdım. Düşünürəm ki, həyatınızın fərqli mərhələsində seçim arasında qalmışsınız. Siz cədvəl veriləndə heç seçim arasında qaldığınız olub, ya da ki, adi indi bəzən mən elə aşağıda oluram, görürəm dərsdən çıxandan sonra sizə düşürəm. Uşaqlar hal-hazırda müəllimlərin əksəriyyətini tanımırlar. Bizdə bütün müəllimlər yaxşıdır, amma başa düşmə söhbəti var da. Hər şagird, hər müəllimin dilin başa düşəcək deyə bir qayda qanun yoxdur. Ya da ki, hər müəllim, bir müəllim çox yaxşı olsa da hamıya hər şeyi yaxşı başa düşəcək, çatdıracaq deyilən bir qanun yoxdur. Bu özümə də aiddir.
Görürsən ki, gəlirlər, tutaq ki, ya müəllim dəyişikliyi edirlər. Heç müəllim dərsinə girməyiblər, amma saatla bağlı dəyişiklik ediblər. Ya da ki, iki dənə müəllim arasında qalıblar. Heç bu il mənə məsələn şeydə avqust ayı bir valideyn gəlmişdi övladı ilə. Müəllimlər maraqlanırdı, danışdıq elədik. Görən o tələbəmiz burdadır. Seçim arasında qalmış. Sonra məntiq müəllimlərin danışdıq ki, şey eləsin, otursun eləsin dərslərdə, sonra bir gün seçsin. O budaklanan idi. İki seçim arasında qalmışıq. Görən hansına geçsəm yaxşı olar. İki dənə. Həyatda da belədir də. Bəzən fikirləşirsiniz ki, görən hansı yolla geçsəm mənim üçün yaxşı olar. Adətən ümumiyyətlə həyatı mən şeyə bənzədirəm. Alqoritmə bənzədirəm. Hər şey bizim öz əlimizdədir, seçimlərimizdən asılıdır. Yaxşı və yaxud da pis. Seçimi siz edirsiniz ən sonunda. Yəni kimisə təsir olsun, təsir olmasın. Yəni həyatda, yəni bütün məsuliyyət sizindən asılıdır. Çünki seçimləri siz özünüz edirsiniz. Bax, bu budaqlanandır. Bir də var dövrü alqoritm. Bir şey davamlı, eyni anda baş verirsə, davamlı, iki dəfədən artıq baş verirsə, bu adlanır dövrü alqoritm. İndi bunu misallar üzərində görəcəyik. Əslində mən budaqlanan və xətti alqoritmlə bağlı sizə şeylər işlətmişdim. Sadə və dövrə alqoritmlər sadə və mürəkkəb olur. Biz mürəkkəb strukturlu dövr sizinlə çox da keçmirik. Dövr daxilinə dövr. Bir-iki dənə belə misal keçə bilərik. Bir-iki dənəsini görə bilərsiniz maksimum. Adətən sadə dövrlər görürük. Bir-iki dəfə getdi, çıxdı, bəs eləyir. Keçən mən sınağa salmışdım mürəkkəb dövr, amma yadıma düşdü. Bu tip məsələləri keçən dəfə demişdim, indi bir də deyəcəm. Belə. Alqoritmin şərtinə görə də bölünür ön şərtli, son şərtli və modifikasiyalı. Əgər şərt öndədirsə, bu ön şərtlidir. Görürsünüz, şərt hal-hazırda öndədir. Şərt sondadırsa, bu son şərtli. Bir də var ki, modifikasiyalı, yəni dövrün sayı əvvəlcədən bəlli olur. Bunları bir yerdə baxacaqsınız heç. Bu arada şərtin funksiyasına asılı olaraq tutaq ki, iki məntiqi bloklardan istifadə olunur. Bunu kitabda sizə daha rahat göstərərəm. Necə olanda olur. Kitabında nəzəriyyə hissəsində. Bir də qaydalar var. Məsələn, 2 və 3 ədədin cəmi tapılması xətti alqoritmdir. Hasil də xətti alqoritmdir. Amma 2 və 3-dən daha çox ədədin cəmi tapılması gedir dövr alqoritmi. Ümumiyyətlə bir şey ki, 2-dən çox təkrarlanma baş verirsə, 2-dən 3-dən çox təkrarlanma baş verirsə, bu gedir dövrüyə. Amma deyəndə ki, 5 ədədi böyükdür, yoxsa 6 ədədi, o zaman budaqlanma baş verir. Diskriminantın tətbiq olunmasıdır. Sonra 1 bölünsün x çıxılsın 1-dir. Bu budaqlanmadır. Sonra amma 1 bölünsün x üstə gəlsin 1, bu xəttidir. Bunu gördükcə sizə testlərin üzərindən deyəcəm. Alqoritm necə işləyir? Mütləq oxuyuruq, görürük nə var, nə yox. Hara? Bir də ki, oxun istiqaməti. Oxun istiqaməti bizim hansı yolla gedəcəyimizə cavab verir. Bir də orada hə və yoxa diqqət edirik. Yəni, şərt doğrudursa həyə, yanlışdırsa C-yə gedirik. Yoxla gedirik. Bir də biz alqoritmlə yeni qiymət alırıqsa, köhnə qiymətdən vaz keçirik. Ən axırıncı aldığımız qiymət bizim üçün əsas sayılır. İndi a gənclər, biz sizlə tiplər öyrənirik. Eşidə bilirsiniz məni çocuklarım? Bəli, müəllim, eşidirəm. Biz keçən dəfə əslində keçmişdik. İndi gedirik. Mən sizə tip olaraq gedəcəm. Keçən dəfə bir yerdə işləmişdik düzdür, amma indi tip gedirəm. Uşaqlar da baxar birinci günə bir 100 dənə test işləyərik. Bu adlanır birinci tip. Birinci tip. Birinci tip və xətti alqoritmdir. Xətti. Burada bizim öyrənəcəyimiz tək şey odur ki, köhnə qiymətdən vaz keçirik və yeni qiymətlə başlayırıq. Köhnə qiymətin üstünə xətt çəkirik, yeni qiymətə baxırıq. X-in qiyməti 16-dır. Y bərabər 14 üstə gəlinsin x. X-in qiyməti neçədir? 16. Bax, bu x-in qiymətini buraya yazıram. Bu elədir neçə? 30. X üstə gəlsin y. Y-in qiyməti 30-dur yazıram. X-in qiyməti neçədir? 16. Neçə elədi? 46. Ümid edir. Çünki mən artıq bu yeni x-in qiyməti ilə işləyirəm. Buradakı birinci x-in qiymətini unuduram. Üzərindən xətt çəkirəm.
X üstə gəlsin 4, yəni 46-nın da üstünə 4 gəlirəm. X-in artıq hansı qiymətini götürdüm? Sonuncu qiyməti. 46 üstə gəlsin 4, bu elədi 50. Biz bu tip məsələlər işlətmişik, yəni biz sizə bunlar şey deməyəcək. Bu oldu xətti alqoritm və birinci tip məsələmiz. Düz xətt üzrə gedirik. Əgər X-ə biz yeni qiymət almışıqsa, birinci qiymətin 10-dur. Sonra ikinci tip 67-dir. Bu adlanır dövr alqoritmə aiddir. Burada biz hesablama aparmırıq. Hesablama aparmırıq. İkinci tip məsələ. İkinci tip. Biz burada hər hansısa bir hesablama aparmırıq. Yəni, riyazi olaraq bunu hesablamırıq. Aranızda yəqin ki, riyaziyyatçılar var. Riyaziyyatçılarla deyirik ki, yəni götür. Necəsən? Sağ ol, sevəsən. Yaxşı, nəzəriyyə hissəni keçdik. Zəhmət olmasa video qeydinə baxarsan, yaxşımı? Yaxşı. Aha. Təkrarlanma və yaxud da ki, dövrün sayını axtarır. Bax, ikinci tip. Bu adlanır dövr alqoritmi. Dövr alqoritmi nə dedik? Dəfələrlə təkrarlanma. Dövr alqoritmdir. Biz nəyi axtarırıq? Riyazi məsələ həll eləmirik, əziz riyaziyyatçılar. İçinizdə riyaziyyatçılar var. Biz yalnız, yəni bu prosesin neçə dəfə təkrar olunduğunu axtarırıq. Yəni riyazi olaraq biz riyaziyyatçı deyilik. İnformatika dərsi. Ona görə biz ancaq dövrlərin və təkrarlanma. Bu sual sizə ya dövrlərin sayı olaraq düşə bilər, ya da təkrarlanmaların. Sözün açığı bu əvvəl qəbula tez-tez düşürdü. İndi qəbula düşdüyünü görməmişəm. Son ən az 6 ildə düşməyib. Bunun şeyi nədir? 3-dən çıxırıq, qaydası belədir. 3-dən çıxırıq 1-in, üstünə gəlirik 1. Bərabərdir. 2 üstünə 1 gələndə elədir 3. 5-dən, yəni yuxarıdakından, bax, mənim işim ancaq bu, buradakı ədədlərləndir. Yuxarıdakından aşağıdakını çıx. Üzərinə 1 gəl. Sonra bir-birinə vur. Sonra dərs demək üçün darıxmışam. 5 çıxılsın 1, üstünə gəlsin 1. Neçə elədi? 5. 2 çıxılsın 1, üstünə gəlsin 1. Neçə elədi? 2. Sonra da bunları bir-birinə vururam. 3-ü vururam 5-ə, vururam 2-yə. Bu da elədi 30. Biz burada dövrlərin, yəni bu prosesi neçə dəfə deməli, bu məsələdə hansısa bir hissə, indi riyaziyyatçılar həll eləsə görərlər, hansısa bir hissə 30 dəfə təkrarlanıb. Odur. Bu arada biz niyə yuxarıdakından aşağıdakını çıxıb üzərinə 1 gəldik? Bu 1-dir, birdən görməsi. Çünki mən burada i-nin qiymətini, bax, birinci i-nin qiymətini axtardıq, sonra j-nin, sonra da k-nın qiymətini axtardıq. I-nin bütün qiymətlərini nəzərə alıram. Buradan bura qədər. Yəni 1-i, 2-ni, 3-ü. Neçə dənə qiymət oldu? 3 dənə. Yəni bütün ədədləri sayıram. Ya da barmaqlarınızdan istifadə edə bilərsiniz. Ta ki, belə bir işarə verilib, 5-dən 9-a verilib. i-nin qiymətini axtarırsan yenə. Burada da i olsun. Saya bilərsən 5, yadından çıxıb da qayda necə idi? 5, barmaqlarımızı işə salırıq. 6, 7, 8, 9. Neçə dənə istifadə etdim? 5 dənə. Oldu. Yəni, bu deməkdir ki, həm 5-in özü aiddir, həm də ki 9-un özü. Ona görə üzərinə 1 gəlirdi. Bu oldu bizim ikinci tip məsələmiz. Bununla bağlı kimisə sual varmı çocuklar? Məni dinləmirlər. Ay, 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 var. Ay, millət, məni dinləyə bilirsiniz. Səsim gəlir sizə. Bəli, müəllim. Bəli, dinləyirik. Ay, tövbə əgər. Ağlayacam indi mən burada. Üçüncü tip məsələ. Üçüncü tip məsələdə əgər onda qaydasıdır. Burada əgər şərt doğrudursa, ondan yerinə yetiririk. Yetir. Səhvdirsə, əks haldan. Bax, gəlirəm. A-nın qiyməti 1-dir. Burada 1 yaz. 1 2-yə vuran neçə eləyəcək? 2. B-nin qiyməti oldu 2.
A-nın qiyməti 1 idi, B-nin qiyməti 2 idi. C-nin qiyməti neçə oldu? 3. C bərabər C. C-nin qiyməti neçədir? Bizdə 3. A-nın qiyməti neçədir? 1. Vurdum 1-ə, yenə 3 elədi. B vurulsun C. Əslində C-nin 2 dənə qiyməti var. Bu bəzən bizi çaşdıra bilər. Çünki hər ikisini 3 almışam. Amma yenə də mən bu qiyməti unuduram. Buradakı 3-ü götürürəm. C-nin qiyməti 3-dür, B-nin qiyməti 2-dir. 2-ni 3-ə vuranda 6 elədi. A-nın yeni qiyməti 6-dır. Baba, A-nın yeni qiyməti 6-dır. C-nin ən sonuncu qiyməti 3-dür. B-nin qiyməti dəyişməyib 1-dir. Bir əgər A ilə C-ni topla, A ilə C-ni toplayaq yaxşı. 6 üstə gəlsin 3. Neçə eləyəcək? 9. B-nin də qiyməti neçə idi? 2. Bura 9-dur, bura 2-dir. Şərt doğrudur. Təbii ki, səhvdir. Səhvdirsə hara gedəcəm? Əks haldaya. Əks halda da nədir? S bərabərdir A ilə B-ni topla. A-nın qiyməti bizdə 6-dır, B-nin qiyməti 2-dir. Toplayanda 8 elədir. Anlaşa bilirik? Yəqin ki, hə. Bu da 70-də eyni qaydadadır. A gənclər, mən sizə 68-ci izah eləməyə çalışacağım. Bu yenidir. Mən sizə bunu dərs vaxtı keçməmişdim. Bu 4-cü tipimizdir. Biraz qarışıqdır. Yəni, riyaziyyatçılar öz avtomatik yerinə yetirəcək. Bunun 2 növ yolu var. Bir var variantlarını işləmək. Bir də var riyazi qaydada aşağıdan yuxarıya qalxmaq. Başqa da riyazi üsulla kimsə fərqli bir üsulla eləyə bilirsə heç bir problem yoxdur. Birinci variantla işləyəndə nə edirik? Variantla işlə. Cavabları götürüb yerinə qoyuram. Yuxarıdan aşağıya gəlirəm. Baxım görüm hansında cavab 12 alacam. Axı, çünki deyir ki, Y-in sonuncu qiyməti 12 qiymətidir. X-in ilk qiymətini axtarıram. Məsələn, X-in yerinə 11 qoyuram. A variantını götürürəm. 11-dən 1 çıxanda alacam 10. Y-in qiyməti 10-dur. Üstünə 2 gələndə elədi 12. Düzdürmü? X-in qiyməti 12 idi, Y-də 10-dur. Toplayanda neçə eləyir? 22. Amma mən 12 almalıydım. Deməli, A variantı səhvdir. Sildim. A variantı işimi görmədi. Sonra keçirəm 5-i qoyuram. 5-dən 1-in çıxan neçəsi qalacaq? 4. 4-ün üstünə 2 gələcəm, 6 elədi. 4 ilə 6-nı toplayacağım, 10 elədi. Amma mən sonda nə almalıydım, ay gənclər? 12. Variantla işləmək biraz çətindir, amma bəzi tələbələr üçün rahat olur. Sonra 7-ni qoyuram. 7-dən 1 çıxanda 6. 6-nın üstünə 2 gələndə 8. 6 ilə də 8-i toplayanda elədi 14. Yenə mən almadım, getdi. 10-da da almayacağım, mən ona görə Y variantından istifadə edirəm. 6-dan 1-in çıxanda 5. 5-in üstünə 2 gələndə 7. 5 ilə 7-ni toplayanda 12. Deməli, cavabımız hansıdır? Y variantı. Bu variantla işləmə qaydası. Variantla işləmə qaydası rahatdır. Ona görə də soruşmuram ki, kim başa düşdü, yoxsa yox. Bir də var ki, normal məsələ olaraq riyazi üsulla necə həll edilir? Riyazi üsulla həll edəndə aşağıdan yuxarıya qalxırıq. X üstə gəlsin Y bərabər də almışam 12 qiymət. Bax, buradan aldım. Hardan aldım? X üstə gəlsin Y, sonuncu Y-in qiyməti 12 idi. Bunu prosto normal qaydada yazdım. Bu hissəni istifadə elədim. Ona görə bunun üstünə xətt çəkirəm. Tak, 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 sildim, getdim. Baxıram, yuxarıda nəyin qiyməti verib? X-in qiyməti verilib. Gənclər, X-in qiyməti nədir? Y üstə gəlsin ki, bu X-in yerinə, buradakı X-in qiymətini yazıram. Y üstə gəlsin 2, bu Y olduğu kimi saxlayıram, bərabərdir 12. Bax, buranı da istifadə elədim deyə, buranı da üstünə xətt çəkirəm. Tak, 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 tak. Normal qaydada məsələni həll edirəm. 2Y bərabərdir 10, Y bərabərdir 6. Oldu mu? Düz elədik. 10 2-yə bölündə 5 eləyir, düz deyirsən. Sonra gətirib qoyuram. Y-in, bax, bir dənə bu məsələ qaldı. Bax, burada. Y-in qiymətini almışam, burada neçə almışam? 5. İndi bunu burada daha rahat yazıram. X çıxılsın 1, bərabər nəyə? 5-ə. Onda X-in qiyməti neçə olacaq? 6. Deməli, cavabımız 6-dır. Anlaşa bilirik? Müəllim, bu tip məsələlər başqa formatda verilə bilər? Yox, indi deyəcəm. İndi mən buradan çıxıram, sizə bir dənə məsələ verirəm. Bunları zaten keçmişəm sizə. Bunları keçmişəm. X-in qiyməti burada verilir. 78-ə baxa bilərsiniz, zəhmət olmasa. Aşağıda yorum bölməsində də aldığınız cavabı yazın.
Rekordingi dayandırmıram. Vallahi mən cavabları əzbərləməmişəm. Mən yazsam axı bu qədər kitabı nətər cavabını əzbərim. İndi həll eləyəndə axı cavabda heç 9 yoxdur, ay Mürseyib. 4 dənə, 5 dənə cavabdan biri alınmalıdır. Cavabı əzbərləməmişəm. İndi həll eləyəcəm, onda görəcəm. O vaxt bizdə bir müəllim var idi. 2017-də saxda başqa bir kursda işləyirdi. Cavabları həmişə əzbərləyirdi. Dərsə girməmiş. Uşaqlar elə bilirdi ki, deyir ki, müəllimə deyəndə 4-cü sualın cavabı nədir, şeydir. Elə bilirdilər ki, şeydir, müəllim dahidir. Day demirdim ki. İndi mən əzbərləyə bilmirəm, təəssüf edirəm. Baxaq. Mhm. Hmm. Mən bunu götürmüşdüm axı. Все. Aşağıdan mən variantdan getmirəm uşaqlar da. Variantı bildiniz də. Riyazi olaraq adətən mənə getmək daha rahat gəlir. Deyir ki, x bax bu y-in qiyməti 25-dir. Bunu burada daha rahat yazıram. X üstəgəlsin. Y bərabər 25. Bunu istifadə elədiyimə görə bunun üstündən beləcə xətt çəkirəm gedir. Sonra baxım görüm, x-in qiyməti verilib mənə. Nə verilib? Y çıxılsın 7, üstəgəlsin. Y bərabərdir 25. 2y bərabərdir 32-yə. Y bərabərdir 16-ya. Bunu da istifadə elədim. Çıxdım. Sonra keçirəm, baba bunu götürürəm. Y-in qiymətini almışam, axı, burada 16-dır. 16-dır. İndi mən daha rahat olması üçün gətirib aşağıdan yazıram. Yəni, x üstəgəlsin 12 bərabərdir 16-ya. Y neçə eləyəcək? 4. Afərin çocuklarım, afərin, afərin. Bakayım görüm, hepiniz doğru yazdınız mı? 4, 4, 4, 4, D, 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 4. Все. Başa düşdüyünüzü zənn edirəm. Digərlərə cavab yazmadığıma görə mən də fikirləşmirəm onları və yeni bir misal vermiyorum sizə. Kimsə başa düşmədisə desin. Başa düşməyən var ha gənclər? Evet, devam ediyoruz o zaman. 83 də yeni tipimizdir. Yeni tipimizdir deyəndə ki, şey. Bax bura qədər şey olur, artıq olur. Bu hissədə hesablamanı aparırıq. A-nın qiyməti 4-dür, B-nin qiyməti şeydir. Hansı hissə doğrusa, bunların hamısı doğru ola bilməz. Birincisi bu. Hansı doğrusa, onun qarşısındakı misal yerinə yetiririk. Bax, bunun qarşısındakı misal yerinə yetirəcək. Baxıram, A-nın qiyməti 4-dür, B-nin qiyməti 8. 4 dəfə 8-in 32. Bax, 32 böyükdür 32-dən, yox. B-nin qiyməti neçədir? 8. 8-i 4-ə böl neçə düşəcək? 2. Bu şərt doğrudur, doğrudur. Bərabərlik halı var da həm də. Onda bunun qarşısındakı misal yerinə yetirəcək. Qarşısındakı misal nədir? B çıxılsın A-dır. B-nin qiyməti 8-dir, A-nın qiyməti 4-dür. Çıxılanda neçə qalacaq? 4. Oldu mu çocuklarım? Bəli, bəli. Aferin bizə. Aferin, aferin. Bunlar da kompüterim kendine. Bunlar da eyni tiplər idi. Həm də sizinlə dərsdə işləmişdim deyəm. Biraz bunları böyle keçib gediyorum. Və gedirəm. Bir dənə budaklarını işləyək. Aşağıda var 2 dənə, 1-2 dənəsi. Sonra dövr algoritmaya başlayacağım. Lise testi bu. Biraz sizə verim də, istirahət edirsiniz. Amma mən yoxlamalıyam da, mən də yazıram. 190. 190. Bir 120 test yazarsınız yaxşı evdə. Evet, 120 test yazıyoruz.
Hə, bir-iki dənə bunlarla gedim, sonra keçəcəm dövr alqoritmi. Bir dənəsini rahat dövr alqoritmi keçəcəm, notifikasiyanı saxlayacağım, birinci günə dərsdə keçəcəm. A-nın qiyməti 11-dir. Və 11. B-nin qiyməti də 6-dır. Gəlirəm bura. 11, 6. Hansı şərt doğrudursa, ox məni həmin yerə aparacaq zaten. Oxun istiqamətindən asılıdır hər şey. Şərt doğru olduğuna görə, bayaq da dediyim ki, bax burada görürsünüz, ox məni apardı, düşdüm buradakı qutuya. Qutuda nə deyir? A vurulsun B. 11-i vurdum 6-ya, neçə elədi? 66. Всё. Gəldim, düşdüm bura. Buradan düşürəm aşağı. Çapa nə gedəcək? 66. Всё. Oxun istiqaməti məni gedəcəyim yerə bəlirləyir, belə deyək. A-nın qiyməti 4-dür, B-nin qiyməti 5-dir. Yenə baxıram, şərt doğrudur, yox. Yoxdursa, bax, bu yox. Yazılı, bax, bura yox. Deməli, bu istiqamətdə hərəkət edəcəm. Gəldim, düşdüm aşağı. A, nə yazılıb? A bərabər da üstəgəlsin 1 yazılıb. A-nın qiyməti 4-dür, üstünə 1 gələndə elədi 5. C bərabər da üstəgəlsin B. A 5-dir. B-nin qiyməti neçədir? 5-dir. Toplayanlar neçə elədi? 10 elədi. Gəldim bura. Bu qutuya düşdüm və çapa 10 getdi. Bir dənə də bunu eləyək. Gedək dövr alqoritmləri. X-in qiyməti 6-dır, Y-in qiyməti 8. Bu hansıdır? Budaqların alqoritmidir. 5-ci, 6-cı tipi idi artıq. Gəldim. Şərt doğrudur? Yox. Yenə yox istiqamətində yola düşdüm. Gəldim, düşdüm bu qutuya. X-in qiyməti neçədir bizdə? 6. Üstünə 5 gəldi. 11. Çıxışda bizə verəcək 11. Bitdi. İndi gənclər, dövr alqoritmlərə başlayırıq. Dövr alqoritmlər asandır. Bir yerdə birincisi mən izah edeyim. Bunları biz dərsdə işləmişdik. Yəni, rahat getdi. Birincisi mən izah edeyim, sonra sizinlə davam edək. Məsələn, 110. Yəni, 110-u götürüm. Gedək. Bundan sonra bir dənə tipimiz qalır alqoritmdə. Elə bir çox tipimiz qalır. Alqoritm ümumiyyətlə rahat dərsdir. Gənclər, bu ümumiyyətlə əgər biz bu nədir? Şərt. Görürsünüz, yenə oxu takib edirəm. Gör A-nın qiyməti neçədir? 1. Yazıram ki, üzr istəyirəm. Ora 4 yazılır. Bunu adətən birinci olanda yazıram ki, birinci tur. Bax, birinci tur. Nədir? Düşdüm aşağı. Düşdüm qutunun içərisində. Qutuda deyir ki, A böyükdürmü 4-dən və yaxud da ki, bərabər. Baxıram, A-nın qiymətini gətirib qoyuram yerinə. 1. Bu şərt doğrudurmu? Yox. Yazıram, yox. Yoxdursa, hara düşəcəm? Baba, buradan gəlib bu qutuya düşəcəm. A bərabər da üstə gəlsin 1. A-nın başlanğıc qiyməti nə idi? 1. 1-in üstünə 1 gələndə elədi 2. Yenə davam edəndə düşdüm bu qutuya. K bərabərdir. K vurulsun A-ya. K-nın qiyməti 5 idi. Baxın, burada verilir. A-nın sonuncu qiymətinə baxıram. Day 1-ə baxmıram. K-nın qiyməti 5 vurulsun 2. Bu da elədi 10. Sonra buradan bu oxu takib elədim. Yenə gəldim, düşdüm bu qutuya. Bu qutuya düşəndə mənim üçün ikinci tur başladı. Yenə deyir A böyük bərabərdirmi 4-dən? Baxıram, A-nın qiymətini axırıncı nə almışdım? 2. Yazıram 2. Böyük bərabərdirmi 4-dən? Deyirəm, yox. Yazıram, yox. Yox deyirəmsə, yenə düşürəm aşağı. Düşdüm bu qutuya. A bərabər da üstə gəlsin 1. A-nın sonuncu qiymətini 2 almışdım. Üstünə də 1 gəlirəm, elədi 3. Sonra düşdüm aşağı. Deyir, K vurulsun A. K-nın sonuncu qiymətini nə almışdıq? 10. 10 vurulsun A-nın qiyməti neçədir? 3. Elədi 30. Всё. 30 elədi. Qalxıram yuxarı. Buradan çıxıram axı da, buradan yer var. Çıxdım, yenə gəldim, düşdüm bu qutuya. Üçüncü mərhələ başladı. A-nın qiyməti neçədir? Baxım görüm. 3-dür. Sonuncu dəfə 3 almışam. 3 böyük bərabərdirmi 4-dən? Yenə deyirəm, yox. Eyni proses yenə davam edir. Gəldim, düşdüm aşağı. A-nın qiyməti 3 üstünə gəlirəm 1. Elədi 4. K bərabər. K vurulsun A. K-nın sonuncu qiyməti 30-dur. Vururam 4-ə. Elədi 120. Qalxıram yenə yuxarı. Yenə 4-cü tur başladı. 4-cü tur. 4-cü turda baxım nədir? Deyir ki, 4 bərabərdirmi 4-ə? Deyirəm, hə. Hədsə deyir, çıx. Bizdən nəyin qiyməti soruşur? K-nın. K-nın qiyməti neçə olacaq? 120. Sonuncu aldığım hansıdır? 120.
Ay gənclər, cavabımız oldu 120. Burada bir problem yox. Əgər məndən desəydi ki, şərt blokundan neçə dəfə istifadə olunub? Şərt bloku budur. Baxaq görək şərt blokuna neçə dəfə müraciət eləmişik? 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə. O zaman Pakizə şərt blokundan neçə olacaq? Ay toba mənə qulaq asırmısınız. Neçə dəfə? 4. 4 dəfə. Bəli, şərt bloku, bax şərt bloku buradır. Bax, şərti yoxladığımız yer şərt blokudur. Qəbul suallarında da bunlar tez-tez düşür. Yeni qəbul tipli suallarımız budur. Gövdə və yəni bir kildi soru düşür. Şərt blokundan 4 dəfə istifadə olunur. Mən şərtə neçə dəfə müraciət eləmişəmsə, o şərt blokundan istifadə. Bu ki, hissə var idi, dəfələrlə girib çıxırdıq. Bura adlanır gövdə. Gövdə. Bu nə adlandı? Gövdə. Gövdədən neçə dəfə istifadə eləmişik? Baxın, bu birinci. Hesablama apardığımız yer adlandı nə? Gövdə. Bu ikinci, bu da üçüncü. Gövdədən desən neçə dəfə istifadə eləmişik? 3 dəfə. Burayla bağlı bir problemimiz var. Xeyr, müəllim. Əla. Xeyr, müəllim. Əla. Onda mən sizə. Ay sağ ol. İndi onu deyəcəkdim ki, görürsüz şərt. Şərt öndədirsə, şərt bloku, yəni gövdə şərt blokunun sayından 1 vahid az olur. Amma şərt sonda olanda bərabər olur. Gövdə ilə şərt blokunun sayı. Kitabınızda da yazılıb. Prosto dedim ki, dərsdə sual verəcəkdim onu. Yaxşı olmadı. Soruşmamız. Görüm kim diqqətli alacaq. İndi siz 123 yazırsınız. Görüb denə gənclər. Baxaq görək necədir vəziyyətimiz. C. C. Cavabda A-nın qiymətini istəyirəm. C-nin olma şansı 0. Cavan oğlan. Bir də baxsın. Bəli. Görün, baxın, görün, işləyib qutara bildiniz. Bir dəqiqədə vaxtınız var. 48-də izaha keçəcək. Tıkladım. Buranın işıqlandırması yaxşıdır. Yaxşı düşürüm. Yedi, müəllim. Hə, baxaq. Tanımlardan da biri cavab verdiyinə görə baxa bilərəm. Yəni, çətin deyil ki, kiməsə çətindirsə, bax, deyin, daha diqqətli izah edeyim. Hə, hökmən 7. İyi olmalıdır, yəni belə baxanda 4 azala gedəcək, ən azı 7. Maksimum B ola bilər, amma Y daha şeydir. Bir dənə, baxın, gedirəm, düşürəm, A-nın qiyməti verir, bax, bura düşürəm də, şərt bloku budur, şərt bloku. Gövdə. B-nin qiyməti nədir? 4. 4 bərabərdirmi 1-ə? Mən adətən bax verim. 4 bərabər yox. Onda düşdüm aşağı gövdəyə. A bərabər A vurulsun 10. 1-i vururam 10-a, elədi 10. Sonra nə deyir? B bərabərdir B-dən çıx 1-i. B-nin qiyməti zaten bizdə 4 deyil. 4-dən 1-in çıxanda qaldı 3. Təzdən gəldim buradan, düşdüm bura. Səbuhi. 2 dənə səbuhi var imiş. Biri səhv idi bayaq cavab. Diqqətin məndə olsun, səhv olmasın. B-nin qiyməti neçədir? 3. 3 bərabərdir 1-ə. Bax, B-nin sonuncu qiymətinə baxıram. 3 bərabərdir 1-ə. Yox.
Yox. Düşürəm onda aşağı. Düşdüm hara? Deyir A-nı yenə vur ona. A-nın sonuncu qiymətinə baxıram. 10-dur. Axırıncı qiymətlər nə işdir? 10-u ona vuranda 100 elə. B-dən yenə deyir çıx bir. B bərabərdir. B-nin qiyməti 3-dür. 3-dən 1-in çıxanda qaldı 2. Üçüncü tur başladı. Deyir 2 bərabərdir 1-ə. Deyirəm yox. Bir A bərabərdir A vurulsun o. A-nın sonuncu qiyməti nədir? Onu ona vurub 10 yazmışam. Bir nəfər demir ki, mənim 100. Yaxşı ki, özüm varam. Özüm tapdım. 100-ü vurdum ona. Neçə elədi? 1000. Aha. B bərabər. B çıxılsın 1. B-nin sonuncu qiymətinə baxıram 2. 2 çıxılsın 1. Elədi 1. Qalxıram 4-cü tura. 1 bərabərdir 1-ə. Deyirəm, hə. Çıxdım. Çıxışda məndən nə istəyir? A-nın qiyməti, sonuncu qiymət nədir? 1000. Cavabımız oldu 1000. Yenə desək ki, neçə dəfə şərt blokundan istifadə olunub? Buna baxacağım. 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə. Gövdə desə 1, 2, 3. Çocukların bir tanesini veriyorum. Bu arada sınavdan kimisə sual var idi. Birincini izahını atmışdım, ikincidə. Başa düşmədiyiniz sual cavab eləyəcəm birinci gün sizə. Zəhmət olmasa 126-nı da yazın. Sonra yekunlaşdırarıq. Siz yazın ama. Biraz fərq tiplərin şey. Yo, 126 yazın. Bir dənə də 129 yazacaq. Yekunlaşdırmaya. Orada da kompüter sözünü soruşur. Sat. Bir dakika verin. Neçədir? A-nın üstünə hər dəfə 2 gəlir. Şərt doğru. Doğrudur. 3. Yenə şərt doğrudur. Hə. 4 olmalıdır ya da 5 olmalıdır. 5. Alfa burada eşleştirdiği beraber diferansiyel olanı. Bax. A-nın qiyməti neçədir? 1. B-nin qiyməti 5. Gəlirəm birinci tura. Şərt blokuna girirəm. Şərt doğrudur. Hə. Düşdüm bura. Bir A-nın üstünə 2 gəl. A-nın qiyməti 1 idi. Üstünə 2 gəldim. Elədi 3. Düzdürmü? Təzdən qalxıram yuxarı. A-nın qiyməti, ikinci tur başlayıb. A-nın qiyməti neçədir? 3. B-nin qiyməti dəyişmir. 5-dir. Şərt doğrudur. Yenə deyirəm, hə. Düşdüm aşağı. A-nın üstünə 2 gələcəm. A-nın sonuncu qiyməti 3-dür. C ola bilməz. Diqqətlə. Üstünə 2 gəlirəm. 5. Üçüncü tur başlayır. Bu şərt doğrudur. Yox. Şərt blokuna müraciət soruşur. Elə bilirəm ki, A-nın qiymətini soruşur. Üzr hesab edin. A-nın qiyməti 5-dir. Şərt blokuna neçə dəfə müraciət olunub? 1 dəfə, 2 dəfə, 3 dəfə. Bəli. Hə, problem məndəymiş çocuklarım. 3 dəfə. Bəli, bəli. Əslində bunu belə işləyəndə, bunu mən belə baxan kimi görə bilirəm. Müəllimə 4 dəfə olmalıdır. Hanı? Yoxda çıxıram da, yoxda içəri girmirəm axı. Hardadır? Üçüncüdə ikisi də 5-5 olur da. Uyğun gəlmir axı. Bildim də, amma sən müraciət eləmişsən. Bayaq da axı uyğun gəlməyəndə mən şərt blok olaraq götürürdüm, yadındadır. Bax, burada yoxlayıb çıxırsan. Neçə dəfə girdim onun içərinə? 1, 2, 3 dəfə. İstifadə eləmişsən axı bu yazıq blokdan. Bu işlədi, sonra gördü şərt səhvdir, yoxa getdi də. Bu nəyinə lazımdır? Şərt səhvdir, doğrudur, hara gedirsən? Neçə dəfə işlədiyinə baxırsan. Bu cür məndə... Haycan? Bir dəfə də deyim. Bunun üstündən keçeyim, yoxsa başqa bilirəm? Tamam. Bir dənə görün burada flow algoritm var. Birinci gün sizə algoritmlə bağlı, blok sxemlə bağlı şey gətirəcəm. Yükləyəcəm. Onda göstərərəm fakisi olar. İşləmə anını göstərərəm sənə.
informatika müəllimi idin sən? Yox, fizika. Aha. 129-a baxaq. 129 da elə sizin suallardandır. Səbuhi. Eyni sualdır. Biraz formatı fərqlidir də. Deyir, kompüter neçə dəfə çap olunacaq? 6. Bilmirəm, baxın görək. Bir dəfə? 100 dəfə olmaz. İnin bax gör qiyməti nə qədər artır? 20 artır. Bir artmır ha. Bir artsa olar. Bir artsa da 101 dəfə olacaq özdə. 100 dəfə yox. Çünki sıfırdan başlayır. Olmuyor çocuklar, olmuyor. Ramal Hoca hər şey öyrəndi deyən dərsdən çıxdı. Yoxsa qayıtdı. Yox, müəllim, buradayım, əlimdəyik. Evet, devam ediyoruz. İnin başlangıç qiyməti 0. Gəldi bu yazıq i, düşdü bura. Dedi ki, bu 100 sıfırdan böyükdür. Deyirik, hə. Onda düşür bura. Düşəndə kompüter sözün bir dəfə çap elədim. Mən bir dənə bura xətt atıram ki, sonra yadımdan çıxar. Saymağı birdən unudaram. Birdən fikrim harasa gedər və şey olmaz. Bildiyimi bilməz. Bir dəfə yaptı. Sonra i bərabərdir. Üstə gəlsin 2. Yazıram. I bərabərdir. İ'nin qiyməti nə idi? 0. Üstə gəlsin 20. 2 deyilmiş, 20'ymiş. Elədi. 0'ın üstünə 20 gəlində 20. Sonra baxaq görək bu ox məni hara apardı? Getdik. Düşdüm bura. Bax, bura gəldim. Təzədən düşdüm aşağı. Bu birinci turuydu. İkinci turda deyir 20 şərt doğrudur mu? Yəni 120-dən böyükdürmü? Deyirsən ki, hə. Yenə düşdüm aşağı. Kompüter sözünü bir dəfə də çap elədim və gəldim. İ'nin qiymətini 20 vahiddə artırdım. 20'nin üstünə 20 gələndə elədi 40. Müəllim, demək olmaz ki, bəs 100'ü 20'yə bölə elə 5 dəfə belə çıxır. Yox, baxanda görə bilərsiniz, neçə dəfə artdığını. Amma bu bölməklə filanla yox. Hər ədədin sənin digər ədədə bölünməyəcək axı. Prosta burada 20 Burada hə. artırdı, ona görə. Hə, burada hə. Yəni zaten belə baxanda da görürsən ki, bu tip zaten 5-6 dəfə sual işləyəndə riyazi bacarıqları da yaxşıdırsa əgər, baxan kimi görürsən. İşləməyə ehtiyac yox. Şərt doğrudurmu? Deyirəm doğrudur. Düşdü aşağı i oldu 60. 60 olanda bura bir dənə də. Dördüncü turda şərt doğrudurmu? Doğrudur. Onda bura bir dənə də xətt atıram. İ'nin qiymətini artırıram. i oldu 80. Gəldik 5-ci tura. 5-ci turda nə baş verdi? 80 idi. 80 şərt doğrudurmu? Doğrudur. Düşdü aşağı, bura bir dənə də xətt atdı. Və i'nin qiymətini artırdı. i neçə artırırdıq? 80 idi. 20 artırdıq, 100 oldu. Yenə gəlirəm bura. Şərt doğrudur. Yenə şərt doğrudur. Baxın, bərabər işarəsi var. Yenə düşürəm aşağı. Bura bir dənə də xətt atıram. İ'nin qiymətini 20 vahiddə artıram, 120 ilə. 7-ci turda 120 100-dən böyükdürmü? 100-120-dən böyükdürmü? Yox, və çıxırıq son. Yox, bu dənə də kompüter sözün neçə dəfə çap olunduğunu soruşur. Baxın, gör neçə dəfə çap olunur. 3-6 dəfə. Y variantı, bəli. Bu arada 120-yə böləndə 6 düşmür, axı 5 düşür. 5 düşür, bir anda üstünə gəldim. Hə, sıfırdan başladı oyun görə, ola bilər. Belə. Çətindir. Müəllimə, Hacı. orada şərt blokuydu. Onu sorsaydı 7 dəfə götürəcəkdi. Bəli. Ay sağ ol. 7 dəfə. Çünki sən o işləsə də işləməsə də ora girmisən. O qutuya girmisənsə, onu götürürsən. Başa düşdüm, çox sağ ol. Sən sağ ol. Çocuk Amma da 120 yox, 120 ola bilər. necə? 120 yox, 120 ola bilər. Əslində bir kimi də rahat sualdır. Yəni sən deyirsən bir toplaya gedir. Olur. Yəni o çətin bir sual tipi deyil. Bəli. 2 də arta bilər. Sən üçün
Bu indi artar sizdə. Əvvəl olmurdu yəni. İndi daha belə şeydir. İstəyirsiniz bir dənəsini də verim sonra şey deyək. Olar. Hə, müəllim, verin. 130-a baxaq, biraz da fərqlidir. Prosta recordingi dayandır. Buna eləyək, recordingi sonra dayandırarım. Bu artıq son şərtlidir. Burada gövdə ilə şeyin şərtin sayı eyni olacaq. Bayaqlarım dediyi uşaqlarımızdan biri. Əllidir müəllim cavab. Ola bilər. Bir dəqiqəniz tamam olmayıb. Tamam olsun və izaha keçin. Amma yəqin ki 50 olacaq. Mən də 50 tapdım. Amma bu dəfə cavabda var da, yəni əminəm 50 olacaq. Olmasa mənə nə borclusan? Bir dənə şokolad alırsan. Mən udursam mən sənə şokolad alıram. Özü Twix burada var ona görə. Bilmirəm, bax görək. Mürseyib. Hansı qrupdasan? Mən onun yarısı. Tamam. 50 olsa mən sənə şokolad alıram. Olmasa sən mənə alırsan. Başla. Baxın. P bərabərdir 5. K bərabərdir 2. P bərabərdir. P vurulsun K. 5'i vurdum 2'ye 10 elədi. Üstünə də 1 gəlirəm elədi 11. Və P-nin yeni qiyməti 11'dir. K bərabərdir. K üstəgəlsin 2. K-nın başlanğıc qiyməti 2 idi. 2'nin üstünə 2 gələndə elədi 4. Всё. Bu mənim gövdə hissəmdir. Və bura bu dəfə gövdə əvvəldədir. Düşdü aşağı. Deyir ki 4 bərabərdir 6-ya. Deyirəm yox. Onda deyir onda 1 vahiddə qalx yuxarı. Gedirəm. Bu mənim birinci turum idi. İkinci turum başlayır. Yenə deyir P bərabərdir. P vurulsun K. P-nin sonuncu qiyməti 11'dir. K 4'dür. Üstünə də gəlirəm 1'i. Elədi 45. K bərabərdir. K üstəgəlsin 2. K-nın sonuncu qiyməti 4'dür. 4'ün də üstünə 2 gələndə elədi 6. Düşür aşağı. 6 bərabərdir 6-ya. Deyirəm ki, hə, bərabərdir. Всё. Düşdüm aşağı. P bərabərdir. P. 45 üstəgəlsin 5. Elədi 50. Bəli, Müseyib, mən sənə şokolad havası oldu. Birinci gün gətirəcəm. Birində işləyək çocuklarım. Hə, bu arada bir dənə buna diqqət yetirək, şey də olsun. Bir dənəsinə diqqət edək. Bax, burada şərti görürsünüz, burada yoxladım, burada yoxladım. Şərti 2 dəfə yoxladım. Bu şərtdən kənardır. Bu elə bil ki, azad bir proqramdır da. Çünki dövrdən çıxdıqdan sonra yerinə yetirirsiniz. Sərbəst operatordur. Sərbəst operator. Sərbəst. Bax, görürsünüz. Haycan? Burada K-nı alt tapandan sonra P-ni 11 tapır. Sonra 11'i halka vurmalı değil. Niyə? Bax, bura qədər bir problemim var, səbuhi. Arada. Yox. Gəldiyə burada 4 bərabərdir 6-ya, düzdür? Onu tapmışsın, sonra Yuxarı qalxmadın, bəs 4 bərabərdir 6-ya yox. Bu oxuna yuxarı qalxmadın. baxsın, sonra tapdığı qiyməti gördüyündə. İlah birinci qiymətinə işlədin. Yani K-nı sonra 4'e vurdum. Yani P-ni vurdum 4'e. Başa düşdüm. 11, 11 düzdür? P-nin qiyməti 11'dir. Sonuncu qiymət. K-nın sonuncu qiyməti 4'dür. Vurdum elədi 44. Üstünə 1 gəldim elədi 45. Sonra düşdüm K-nın qiymətinə. K-nın sonuncu qiyməti 4 idi. 4'ün üstünə 2 gələndə elədi 6. Gəlib düşəndə burada yoxlayanda 6 6-ya bərabərdir. Hər bu oxla davam elədi. Məndən də K ilə P-ni toplamıram. 51 eləsin. P-nin də qiyməti bizdə 45'dir. Əlavə bir 5 ədədini toplayıram. Sərbəst operatorda. Bax burada. İndi mən sizə nə deyəcəm? Mən sizə nə deyəcəkdim? Deyirdim ki,
Burada görürsünüz, şərtə bir burada müraciət elədim, bir də burada. 2 dəfə şərtdən istifadə olunub. 2 dəfə də gövdədən istifadə olunub. 1, 2. Bu gövdə deyil. Bu sərbəst operator. Elə bil ki, dövr elədim. Şərt yoxdur. Çıxanda gedəndə bir dənə də yerdə nəsə bir şey gördüm, onu da götürdüm, getdim. Bax bu təkrar P bərabərdir P üstə gəlsin 5 təkrar baş vermir. Sadəcə çıxanda yol üstü götürüb gedirsən. Yaxşımı? Bir dənəsini də işləyəyin. Haycan? Eliyə. 135 tipləri sonraya saxlayacağım. Gəlin bu cür işləyək. Burada biraz elə bir ki, aşağıda. 137-yə baxaq. Şimdi burada bura verdik. Ters 162'den dönmeme kadar Ay sağ ol, ay sağ ol. Prosta elə bilirəm ki, səbrin yoxdur, işte, şey eləmirsən, dövrləri getmirsən. yazmadan başlar yani. Hə, dövrləri getmək lazımdır. Çünki bu bizim, sənin ilk dəfə alqoritm. Sənin ixtisası nədir? Ben yıkılış kafa değil ben. Kuman adamsın tanığa bırakırdım. Hə, ilk dəfə də buna tanış olursan, birdən-birə şey eləmək istəyirsən. 7 müəllim cavab. 60 olsa 162. Hə, olar. Çünki bura getdiyinə görə rahat olacaq. P-nin başlanğıc qiyməti 2-dir. Gəldib gövdə. Görürsünüz, bax, gövdə budur, təkrarlanan hissə. Gövdə. Bu şərt blokudur. Bu şərt blokudur. P bərabərdir. P-nin qiyməti 2 idi zaten. Yeni qiymət. P bərabərdir. 2 vurulsun 3. P-nin qiyməti oldu 6. Gəlib burada yoxlayır. Bu mənim birinci turum buradan başlayır. Burada yoxlayır ki, şərt doğrudur. 162. Deyirəm, hə. Onu mənim ikinci turum başlayır. Gəlirəm bura. P-nin sonuncu qiyməti nədir? Bizdə 6. P bərabərdir. 6 vurulsun 3. Elədi 18. Elə bir şey 162 olana qədər 3-ə vururum. Bəli. Şərt doğrudurmu? Doğrudur. Yenə qalxıram yuxarı. Qalxaq. P bərabərdir. P-nin qiyməti 18-dir. 18-ə vurdunuz 3-ə neçə elədi? 54. 54, bəli. Hadi. Şərt doğrudurmu? Doğrudur. Yenə. Dördüncü tur. Buralarda bir şey olmalıdır. P bərabər vurulsun 3. 3 dəfə 4-ün 12, 15, 162. Düşdüm aşağı. 162, 162. Şərt doğrudur, yox. Bu vaxt doğru olardı ki, bərabər işarəsi. Çıxanda deyir, P-nin qiymətini çap elə. P-nin də qiyməti 162-dir. Amma burada bir dənə diqqət eləsəz, şərt sondadır deyən gövdə ilə şərt blokun sayı eynidir. Bax, gövdə 1, 2, 3, 4. 4 dəfə gövdəyə girmişəm. Şərt bloku 1, 2, 3, 4. 4 dəfə. Burada gövdə sonda olanda şərt bloku ilə gövdənin sayı eyni olur. Bu arada bu yeni tiplər sizə düşür. Gövdədir, şərt blokudur. Hələ gövdəni özünüz quracaqsınız. İndi birinci gün onlara daha şey deyəcəm. Biraz anlaşa bildik, heç olmasa. Bəli müəllim. Bunun qalanlarını da artıq. Deməli, işləyəcəksiniz 120-yə qədər. Yaxşı. Yəni, bunu stop eləyim. 120